sahədə vəziyyət necədir? Məsələn, Ukrayna Rusiyanı öz ərazilərindən vurub atması, yaxud məsələn Krımı alması, bunlar ortaya çıxarsa çox çətindir amma deyil. Bu real bir nəticə doğura bilər, amma doğrudan da mən də İlhan bəylə o fikirdəyəm ki, Krıma Ukrayna ordusunun girməsi məsələsi... Yəni, quru qoşunlarla girmək məsələsi böyük, onsuz da itkilər verəcəklər, ona görə də çətin məsələdir. Və o, müharibənin daha da qızışmasına gətirib çıxaracaqdır. Belə sürünən müharibə bəlkə hardasa dayandırmaq mümkün ola bilər. Belə, yəni, uzaq məsafəli atəşlərlə. Amma isti təmaslar ki var, o təmaslar mütləq həmin bir əraziyə yönəlmişsənsə, yorunu almalısan, yorda darmadağın olmalısan. Yəni, ona görə bu məsələ mürəkkəbdir. Rusiya isə öz iddialarından geri durmur. Rusiyanın öz iddialarından geri durduracaq beynəlxalq münasibətlər sisteminin özündə problem var. Açıq demək lazımdır ki, indi bax, elə müasir müharibələrlə bağlı bir məsələyə diqqət çəkmək lazımdır ki, dünyada beynəlxalq münasibətlərdə bir keçid dövrü yaşanır. Bu keçid dövrü nə qədər çəkəcək? Bu müharibələr də bunun nəticəsidir. İstər İranla Birləşmiş Ştatlar arasında olsun, başqa hələ bugün məsələn atəş çox aktiv olmayan bölgələr var. Asiya-Pasifikdən ta elə Balkanlara qədər hər zaman müharibə ehtimalları var. Burada əsas məsələ nədir? Məsələn, Rusiyanı nədən razı sala bilərlər? O müasir müharibələrin belə təsnifatlaşdırıb baxanda ki, nədən qaynaqlanır, nədən doğur? Birinci səbəb geosiyasi amillərdir. Rusiya-Ukrayna müharibəsində ciddi rol oynayır. İkinci məsələ nədir? Resurslara nəzarət və onlara çıxış məsələləridir. Həm Birləşmiş Ştatlar bu işlə məşğuldur, İsrail məşğuldur. Yəni, müharibə eləyənlər hamısı əslində bununla məşğuldur. Pakistan, Hindistan arasındakı müharibənin də səbəblərindən biri budur. Ki, resurslara çıxmaq, onlara nəzarət etmək. Üçüncü amil təhlükəsizlik qayğılarıdır. Məsələn, Rusiya-Ukrayna müharibəsində də Putin deyirdi ki, NATO sərhədimə yaxınlaşır, mənim üçün təhlükəsizlik problemi var və s. Və bir də ideoloji problemlər də var. Demokratiya, avtoritarizm, dini görüşlər, məsələn, İran-İsrail arasındakı münasibətlərin kökündə bu amillər dayanır. Bütün bunlar belə kompleks baxanda. Elə Rusiya ilə Ukrayna arasında da o ideoloji məsələlər. Yəni, Avropaya yaxınlıq, yəni ki, qəbul eləmir. Doğru. Mən indi o siyasi və sosial ideologiyalarla bağlı da əslində elə onlar da onun içindədir. Təkcə dini ideologiyalar deyil. Ona görə açığı Rusiya-Ukrayna müharibəsinin, xatırlayırsınız, biz hələ müharibə başlamamışdan İlhan bəylə birlikdə elə müzakirələrimiz vardı. Biz deyirdik ki, bu müharibə mütləq başlayacaq. Gözlənilən bir müharibədir. Yəni bu və müharibə başlasa onun uzun çəkəcəyi. Biz bunu münəccimlik etmirdik ki. Proseslər onu deyir ki, yəni bu qarşıya qoyulan hədəflər ki var, beynəlxalq siyasətdə hədəflənmiş ki, böyük nəticələr var. Bunlar əgər yoxdursa, bu səbəblər ortadadırsa, bu müharibəni bitirmək çox çətindir. Bu Rusiyanın özünün bitməsi olar. Ona görə bu məsələ mənə elə gəlir ki, bir qədər başqa regionlardakı münasibətlərin tənzimlənməsi, məsələn, Birləşmiş Ştatların İrana müdaxiləsinin də kökündə o dayanırdı ki, bəlkə, məsələn, onlar indi şər üç bucağı adlandırırdı da, bunların hansısa birini sıradan çıxarıb tam zəiflətmək. Orada da nəticə alınmadı. Orada da vəziyyət mürəkkəbdir. Yəni, ona görə Rusiya-Ukrayna müharibəsində əlbəttə biz arzu edərik ki, bu müharibə bir an öncə yekunlaşsın. Bu bəşəriyyətə bütün hallarda müəyyən problem yaradır. Necə yekunlaşmaq çox vacibdir. Necə yekunlaşmaq təbii ki, bizim marağımız o kontekstdədir ki, Ukrayna bu məsələdən məğlub çıxmasın. Ən azı məğlub çıxmasın. İndi qalib gəlmə məsələsi əlbəttə məsələn Avropa İttifaqı, NATO bunların hamısının yəni hansısa bir güzəştlər danışıq yolu ilə həll olunsun da. Şübhəsiz, yaxud müəyyən bir zamana buraxılsın heç olmasa. Məsələn, qarşıda bir 20 illik, 30 illik bir keçid dövrü müəyyənləşdirilsin, ordular oradan çəkilsin. Sonra siyasi masa arxasında müzakirə eləmək olar. Almaniyanın özünün taleyi necə oldu? Məsələn, mən Berlin divarlarının üzərində əskəri çəkmişəm. Amma nə oldu? Sonradan o söküldü. Müharibə ilə sökülmədi ki. Yəni bu faktiki olaraq belə məsələlərdə mənə elə gəlir ki, zamana ehtiyac var. Zaman bu məsələni bəlkə həll edər. Həm də zamanda hakimiyyət dəyişiklikləri də baş verir və şəxsiyyətin rolu, düzdür, o şəxsiyyət mənfi də rol oynayır, müsbət də rol oynayır. Yəni Putin şəxsiyyəti də var, yəni söhbət fiquru var daha doğrusu deyək. Putin fiquru var. Putin fiqurunun olmaması məsələlərin daha tez
həll olunmasına gətirib İlham çıxaracaq. bəy, həqiqətən nəsil də dəyişir. Yəni Əlbəttə. insanların da baxışı dəyişir. Mən Almaniyanı belə misal çəkmədim. Yəni birdən yadıma düşdü elə. Bizim zabit heyətləri var idi, yüksək zabit heyətləri. Onlarla, bax, yəni qarşı tərəflə də FRQ deyirdik də bu Federativ Almaniya. Onlarla müxtəlif məsələlərdə artıq o son dövrləri idi münasibətlərin. SSR-də yumşalma gedirdi, yenidən qurmanın yaratdığı nəticələr var idi. Hiss edirdin ki, düşmən kimi baxmırlar qarşı tərəfə. Onlarla ticarət eləmək istəyirlər, münasibətlər qurmaq istəyirlər. Yəni o düşmənçilik eləyən nəsil Normal insan təfəkkürü. Yəni zaman bəlkə bu məsələdə rol oynayır.